Deyilən video yazıya düşsün. Qiymətləndirmənin prinsipləri hansılar oldu? Şəffaflıq, obyektivlik, uyğunluq, etibarlıq. Şəffaflıq prinsipində bu deməkdir ki, əgər biz təlim nəticəsini, qiymətləndirmə meyarını şagirdə elan eləmiriksə də, əvvəlcədən bu məlumatları şagirdə vermiriksə də, deməli şəffaflıq prinsipini pozmuş oluruq. Demək, bunu bir başqa cür də deyə bilərik. Təlim nəticəsini elan etmişiksə də, şagird bilir nəyi qiymətləndiriləcək, bilir hansı formada qiymətləndiriləcək, hansı formada hətta. Bax, bu qiymətləndirmə meyarı, yəni elan olunubsa da, deməli şəffaflıq prinsipi qorunmuş olur. Obyektivlik prinsipi. Obyektivlik prinsipinə də ədalətlilik prinsipi deyə bilərsiniz. Və yaxud da ki, sizə sual verilsə ki, qiymətləndirmədə ədalətlilik nədir? Ola bilsin, biraz başqa cür verdilər sualı. Onda necə cavab verərik? Ədalətlilik prinsipində şagird özünü göstərmək üçün şagirdlərin hamısına bərabər imkanları yaratmaq. Hər kəs üçün uyğun qiymətləndirmə mühitini təmin etmək. Ayrı seçkiliyə yol verməmək. Bax, bu da obyektivlikdir və yaxud da ədalətlilikdir. Bir də deyək, ədalətlilik prinsipində və yaxud da ki, obyektivlik prinsipində deyilir ki, hamıya qiymətləndirmə zamanı, qiymətləndirmə edərkən hamıya bərabər şərait, bərabər mühit təmin etməliyik, ayrı seçkiliyə yol verməməliyik, müxtəlif şəxslərin eyni cavablarını müxtəlif cür dəyərləndirməməliyik. Bax, müəllimlər, bir dəfə bir şeylə qarşılaşdım. Demək, müəllim qiymətləndirmə zamanı eyni cavab verən şagirdin birinə 4 vermişdi, indi balla demirəm, qiymətini deyirəm, birinə 4 vermişdi, birinə 5. Valideyn haqlı olaraq narazılıq eləmişdi. Biraz prinsipial valideynlərdir o sinifin valideynləri. Nəsə gəldi məktəbə, sözsüz ki, mən orada müəllimin tərəfini vermədim də. Amma yenə də o gedəndən sonra müəllimlə sonra danışdım. Deyirəm ki, müəllimə, niyə o elə həmin anda dedi. Valideynin yanında dedi ki, o uşaq nadinçdir, ona görə onun bir balını kəsmişəm. Bu uşaq rahat uşaqdır, nizam-intizamlı ona görə bir bal buna artıq vermişəm. Bax, bu düzgündürmü sizcə? Bax, obyektivlik prinsipi pozulur. Biz şagirdin nizam-intizamına görə ona 5 və yaxud da 4 verə bilmərik axı. Əgər o düzgün, baxın, 2 şagird də burada düzgün cavab vermişdi. İkisinin də bu qiyməti eyni olmalıydı. Eyni səviyyədə yazmışlar. Eyni olmalıydı. Deməli, müəllim burada obyektivlik prinsipini pozdu. Sonradan bundan ötürü mən məktəbdə təlim təşkil elədim. Bax, sırf bundan ötürü. Sonra fikirləşdim ki, yəqin ki, başqa da yaşlı müəllimlər var ki, bu ədalətlilik prinsipini pozurlar. Təlimlər keçmək olmaz, belə eləmək, nizam-intizama görə biz biliyi qiymətləndirmirik. Biz konkret olaraq uşağın savadını qiymətləndiриrik. Bax, belə. Bax, obyektivlik prinsipi bu deməkdir. Uyğunluqda nədir? Uyğunluğu validlik kimi də deyə bilərlər. Validlik. Validlik prinsipində də. Axşamınız xeyir müəllimlər. Axşamınız xeyir. Axşamınız xeyir Vəfa müəllimə. Axşamınız xeyir. Ziyadə müəllim, cavab verə bilərsiniz? Üzr istəyirəm, hansı suala? Deməli, uyğunluq prinsipi, yəni validlik prinsipi. Bax, bu nədir? Sadə bir şeylərdir. Hə. Testlər, burada səhv etmirəmsə, keçirilən mövzulara uyğun olmalıdır. Yəni, biz birinci bölməni yekunlaşdırırıq, ikinci bölməni keçiririksə, üçüncü bölmədən sual salmamalıyıq. Ay, sağ olun, düzdür. Bax, uyğunluq prinsipi nədir? Tutaq ki, biz summativ qiymətləndirmə keçirdirik. Summativ qiymətləndirmə bilirsiniz ki, bölmələrin sonunda və yaxud da ki, indi summativ qiymətləndirmə odur ki, hansı mövzuları keçmişsinizsə də sırf o mövzudan sual tərtib eləməlisiniz. Siz uşağın görüm yadında qalıbmı deyib, nə əvvəlki, nə sonraki və yaxud da əvvəlki ildən hansısa bir sual sala bilməzsiniz. Əgər belə eləmək istəyirsinizsə də monitoring təşkil edin.
Bax, sizə sual da ola bilər. Bax, monitoring nədir? Summativ qiymətləndirmə və yaxud da ki, formativ və yaxud da ki, diaqnostik. Bunlar nədir? Bax, monitoring odur ki, bax, monitoringdə mən istədiyim sualı sala bilərəm. Amma summativdə bunu sala bilmərəm axı bu cür. Bu konkret olaraq, bax, qiymətləndirmədə konkret olaraq mən axırıncı summativdən bu günə qədər və bu gün mənim yeni summativimdir. Nə keçmişəmsə ondan sual sala bilərəm. Və yaxud da BSG. Siz BSG, bax, bunların hamısını təcrübədən mən istəyirəm misal çəkəm. Bax, bu yaxından Mavin gəldi ki, yoxsa müəllimi idi mi? Dedi ki, monitoring var da, onu biz BSG kimi keçirdə bilərik. BSG-ni bilirsiniz də, məktəb rəhbərliyi tərəfindən keçirilir. Məktəb rəhbərliyi komissiya yaradır. Komissiyanın tərkibində fənn metod birləşmə rəhbərləri olur. Sonra mavin olur, direktor özü ola bilər və s. Nə demək istəyirəm? Dedi ki, belə bir monitoring var. Nə fərqi var ki, BSG kimi keçirdə bilərikmi? Dedim, xeyr. Çünki siz BSG-də birinci yarımda və yaxud ikinci yarımda nə yazılıbsa, sırf o mövzudan sala bilərsiniz. İndi ikinci yarımdır. Bəlkə o monitoringdə oktyabrda keçdiyiniz, dekabrda keçdiyiniz hansısa dərsdən bir sual var, bir tapşırıqdan ona uyğun bir tapşırıq. Müəllimə, hətta 6-cı sinifin monitoringində 5-ci sinifə aid sual var idi. Monitoring də ola bilər. Bəli. Ay sağ olun. Ona görə də düzdür, BSG-də verə bilmərik. Bəli. Monitoringi götürüb bir dənə monitoring tapıb, onun üzünü, başlığını dəyişib, BSG formasını salıb işlətmək olmaz. Çünki o zaman uyğunluq, yəni validlik prinsipi pozula bilər. Onun içərisində ola bilər başqa siniflərə inteqrasiyonsun və yaxud da ki, əvvəlki illərə. Bax, bu zaman bu da uyğunluqdur. Buna da validlik prinsipi deyilir. Belə. Vəfa müəllimə, Bəli. biz rəhmət olmasa bir sualım var, olar mı? Buyurun. Sinifdən sinifə keçərkən sinifin əvvəlində müəllim diaqnostik qiymətləndirmə aparmalıdır. Bu il deyək ki, X müəllim 6-cı sinifə dərs keçəcək. O diaqnostik qiymətləndirmə apararkən sualları sinif üçün təlim nəticələrinə, 5-ci sinifin təlim nəticələrinə baxmalı, tərtib eləməlidir, yoxsa bu ilki 6-cı sinifin təlim nəticələrə uyğun baxıb suallar tərtib eləməlidir? Hələ sentyabrda bu 6-cı sinifə, bax, məsələn, sentyabrın 15-i 6-cı sinifə başlayır. Bu müəllim sentyabrın 15-də keçirdiyi diaqnostik qiymətləndirmədə 6-cı sinifdə keçiriləcək mövzulardan mı salmalıdır, yoxsa 5-dən? Bəli, hələ keçməyiblər, bəli. Yoxsa uşaqların keçənki öyrəndiyi mövzulardan. Bax, müəllim, biz bilirik ki, onsuz da ki, məzmun xətti dəyişmir da, düzdürmü? Məzmun xətti zaten dəyişmir. O, məsələn, diaqnostik qiymətləndirmə elə tərtib olunmalıdır ki, uşağın 6-cı sinifdə öyrənəcəyi biliyin təməlini yoxlamalıdır ki, o 6-da öyrənəcək mövzuların təməli necə qoyulub 5-ci sinifdə o şagirdə. Ona görə 5-ci sinifə daha çox müraciət eləməlidir. Keçilməyən mövzudan əlbəttə ki, sala bilməz diaqnostik qiymətləndirməyə. Tutaq ki, noyabr ayında 6-cı sinifdə keçiləcək mövzudan sentyabrın 15-də, bax, bunun özü də elə etibarlığın, sonra uyğunluğun pozulması da elə. 6-cı sinifdə noyabrda, dekabrda, yanvarda, fevralda, martda, apreldə keçəcək mövzuyu gətirib o sentyabrın 15-də necə sala bilər ki? Olmaz. O, belə deyək də, Bəlkə 5-ci sinifin təlim nəticələrindən eləməlidir. Bəli. Bax, diaqnostik qiymətləndirmə deyib keçməməliyik. Əsl diaqnostik qiymətləndirməni müəllim elə təşkilləməlidir ki, bayaq dediyim kimi, müəllim fikirləşməlidir ki, mən sentyabrda riyaziyyatın məsələndə filan, bu saat məsələlərində uşaqların çətinliyi var. Məsələn, saat misal üçün deyirəm də,
4-cü sinifdə mən çox müşahidə elədim ki, saat məsələlərində bizdə bilmirəm, uşaqlarda çətinlik var idi, başqa məktəbdə necədir. Sonradan düzəldi. Onun mürəkkəb formalı, çevrə falan biraz burada çətinlikləri var idi. Sonra yavaş-yavaş düzəldi. Nəyi demək istəyirəm? Onlar 6-cı sinifdə çevrəni mürəkkəb keçəcəklər. Görürəm 5-ci sinifdə bunlar ən azından çevrənin bəzi əsas məqamlarını bilirlərmi? Bunu eləmək üçün eləməlidir diaqnostik qiymətləndirmə, yoxsa sənəd olsun deyə yox. Həqiqətən də bilməlidir ki, bu uşaq 5-də nəyi mənimsəyir. Sonra etibarlılıq prinsipi. Relevantlıq da deyilir buna. Etibarlılıq prinsipində nə deyilir? Etibarlılıq prinsipi mən düşünürəm ki, o yadımda belə qalıb ki, Vəfa müəllimə, sual öz belə deyək də, öz doğruluğunu, dürüstlüyünü qoruyub saxlamalıdır. Əgər bir neçə il əvvəl tərtib edilmiş sual indi yenə təkrar tərtib edilərsə və yaxud da düşərsə, o belə deyək də, məzmunca doğruluğu mütləq gözlənilməlidir. Yəni yanlışlığa səhv verilməməlidir. İndi buna biraz fikrimi çət ifadə edə bilmirəm. Xatirimdə belə qalıb ki, sual necə idi Allah, söz yadımdan çıxdı. Dəfələrlə tərtib. Ay sağ olun. Hə, düz deyirsiniz. Deyin. Dəfələrlə bir neçə dəfə verilməyinə baxmayaraq öz doğruluğunu, məzmun ardıcıllığını qoruyub saxlamalıdır. Belə bir şey idi desən. Hə, düz deyirsiniz. Düz deyirsiniz. Bax, məsələn, bax, bir kəsəgə təşkil eləmişik. Bir şagird, bax, belə deyək, kəsəgəmiz A, B, C, D və yaxud da ki, A, B variantındandır. Bəli, variantdan. Bax, biz şagirdə, eyni şagirddən gedir söhbət. Bir şagirdə A variantını verdik, 70 bal topladı. B variantını verdik, 50 bal topladı. Deməli, burada etibarlılıq pozulub. Hə, deməli, testlərin harda tərtibində etibarlılıq prinsipi yoxdur, pozulub, yanlışlıq var. Bəli. Niyə eyni şagird burada 70 Bəli. 50? Variantlar, yəni variantların çətinlik səviyyəsi eyni olmur. Çətinlik. Bax, bu etibarlılığı qorumaq üçün bu testin bunu uyğunluğunu yoxlamaq biraz belə deyək də, hər adamın da işi deyil və asan iş də deyil. Yəni elə test tərtib olunmalıdır ki, eyni uşaq eyni balı toplaya bilsin. Ona görə də 4-cü siniflərdə, 6-cı siniflərdə səhv eləmirəmsə bu il sualların yeri dəyişikdir. O etibarlılığı təmin eləmək üçün elə eləyirlər ki, o haqqına girməyək də A variantı da, B variantı da, C variantı da, D variantı da. Sualları eyni səviyyədə olsun. Məncə o mənada eləyirlər. Belə. Bax, məsələn, etibarlığa başqa bir misalda deyim. Əgər biz bir sinifdə, bax, məsələn, qrupla iş qurmuşuq. Tutaq ki, 3 qrupdan ibarətdir bizim deməli işimiz, iş üsulumuz, formamız. Biz bu qrupların birinə asan, birinə çətin, birinə orta tapşırıq veririksə də, burada etibarlılıq pozulur. Etibarlılıq pozulur. Bax, bunu özünüzdə qısa-qısa qeyd edin. Qiymətləndirmə bəzən deyir ki, bu summativ nəyə lazımdır? Valla, o summativ olmasa, o necə qiymətləndirəcəksiniz uşağı, şagirdi? O olmalıdır. Qiymətləndirmə nə? Summativ qiymətləndirmə vacibdir, bəli, vacibdir. Hətta bu formatik qiymətləndirmənin özü də adını deyirik, bir o rəqəmlə yazılmalıdır. Əslində o irəliləmə, geriləmənin izlənilməsi prosesidir. O sözlərlə ifadə olunmalıdır, cümlələrlə ifadə olunmalıdır və müəllimin hökm məcbur olmaqla hər bir müəllim tövsiyə olunur ki, yaxşı olar ki, özünün bir
qeyd dəftərçəsi, qoymasaq da olar. Bir bloknot olmalıdır. Orada hər bir şagirdin haqqında rəyləri, fikirləri, konstruktiv fikirləri olmalıdır ki, şagirdin harda olduğu o mənzərəni, prosesi təsəvvüründə aydın olsun. Yoxsa 30 şagirdin var, mən formativ apardım. Soruşursan heç bilmir bu şagird hardadır, hansıdır, hansı belə deyək, qədər gedib irəliləyə bilib, hədəfə çatıb yoxsa yox. Formativ o izlənmə olmayanda o artıq müəllim onu itirəcək. Hə, düzdür. Qiymətləndirmə çox vacibdir. Bax, məsələn, mən monitorinq keçirdirəm. Özümün dərsim yoxdur da, məktəbdə dərs saatı azdır, müəllim sayı da çoxdur. Bax, formativ qiymətləndirmə mən monitorinq keçirdirəm. Monitorinq keçirən zaman o uşaqların səhv düz cavablarına uyğun olaraq qiymət veririk. Hə, mən bilirəm ki, o zaman bu uşağın səviyyəsi nədir? Sonra ümumilikdə sinifi qiymətləndirirəm. Ümumilikdə sinifi qiymətləndirmə nədir? Orta bal çıxardıram. Asan bir şeydir orta bal çıxartmaq. Balları toplayırsan, şagird sayına bölürsən. Bu, məsələn, uşağın, sinifin. Mənə bölürsən. Uşağın yox, bu artıq sinifin nəticəsidir. Artıq mən müəllimi qiymətləndirirəm. Sonra, məsələn, hansı mövzularda daha çox səhv buraxıb uşaq? Məsələn, tutaq ki, çevrə mövzusunda 20 uşaqdan 15 uşaq səhv yazıb. Hə, o zaman müəllimə deyirəm ki, bax, bu mövzuyu şagirdə mənimsədə bilməmisiz. Və görürsünüzmü, qiymətləndirmədir da bunların hamısını. Bu formada, müəllim də sinifdə bu formada işləməlidir. Bax, hər bir summativi, düzdür, onu son vaxtlar başladım. Amma inşallah gələcəyə onu sentyabrdan o formada başlayacağım. Hər bir summativin təhlilini. Məsələn, biz bunu monitorinq edirdik də, summativ Bəli, summativin təhlilini. Aha, hər bir summativin təhlilini, bax, məsələn, əslində onu müəllim özü üçün zaten eləməlidir. Amma artıq mən özüm üçün də götürəcəm onu. Necə? Summativ qiymətləndirmə keçirdi. Orta balı, keyfiyyət faizi, mənimsəmə faizi. Bunları hesabladı müəllim. Sonda və bax, bunları hesablayandan sonra həmin summativdə, sinifdə hansı uşaqlar çoxluqda hansı mövzuyu zəif yazıb. Deməli, o mövzu mənimsənilməyibdir. Təzədən o mövzu üzərinə qayıtmaq, mən bunların hamısını məktəbdə, belə deyim də, təlim təşkil edirəm. İl boyu aram-aram təlimlər təşkil edirəm. Aşkarladıqca hansısa problemləri, başlayıram indi bunun təlimlərini keçməyə. Demirəm, məsələn, mən yüksək səviyyədə nələrsə bilirəm. Xeyr, burada yüksək səviyyəli heç bir savada nəyəsə ehtiyac yoxdur. Sadəcə işləmək lazımdır, təhlil eləmək lazımdır. İstər sinif müəllim, istər rəhbər, direktor, istər müavin, kim olur olsun, təhlil eləməlidir. Təhlil eləmədisə də burada inkişaf gedə bilməz. Gedə bilməz. Bax, mütləq şəkildə müsahibədə bu fikirlərdən istifadə edin. Deyin ki, təhlil edirəm hər bir summativini. Keyfiyyət faizini, mənimsəmə faizini, orta balını. Bax, keyfiyyət faizi nədir? Mənimsəmə faizi nədir? Keyfiyyət faizində mənimsəmə faizi 3, 4, 5 alanlardır. 3, 4, 5 alanlar mənimsəmə faizini təşkil edir. 2 alanları ora salmırıq. Çünki 2 alıbsa da deməli mənimsəməyib. Onu mənimsəmə faizini niyə salaq ki, uşağın adı? Keyfiyyət faizində isə 4-5-i hesablayıram. Yəni, mən bu cür eləyirəm məktəbdə. Məncə, yəni ki, bir dəfə söz də düşmüşdü regionda, bu formada dedim, yəni, etiraz eləmədilər. Mən elə gəlir ki, elə düz də olur da bu formada. Mənimsəmə faizi 3-4-5 alanlar, keyfiyyət faizi 4-5 alanlar. Biz bu formada eləyirik məktəbdə. Sonra və hər bir summativin sonunda biz bunu monitorinq də eləyirdik. İndi artıq mən bunu KSG-lərə də eləyəcəm. Bilirsiniz niyə? Bu mənim elə bir biraz monitorinqimin sayını azaldacaq, mənim işimi biraz yüngüllədəcək. Bax, summativi monitorinq kimi götürəcəm. Bu daha dəqiq və tez-tez mən elə bil ki, nəzarət eləməyimə kömək eləyəcək. Monitorinq tutaq ki, ayda bir dəfə keçirdim, tutaq ki, təsəvvür edin də neçə sinif, hər bir fən və yaxud da üçünə bir yerdə, ayrı-ayrılıqda. Bu çətin ola bilər. Həm çox vəsait istifadə olmaq, həm də vaxt baxımından.
Elə hazır summativləri nəzarətdə saxlayaram. Monitoringi də ay yarımdan bir, lap olsun 2 ayın sonunda belə keçirdərəm də. Zaten KSG-ləri mən monitoring götürəcəm. Bax, bunu demək istəyirəm. KSG-ləri monitoring kimi qəbul edəcəm. Belə, nə deyəsidimi? Elə bir ki, nəsə deyir. Uzandı nəsə söhbət. Hə, bax, demək, mən qısaca, bax, bu sizə göndərdiyim formativ qiymətləndirmə ilə bağlı materialın içərisində var. Sadəcə işin çoxluğundan yəqin baxa bilməyibsiniz. Mən qısaca diaqnostik, formativ, summativ haqqında bir fikri söyləmək istəyirəm, hansı ki materialda var. Diaqnostik qiymətləndirmə şagirdin qarşıdakı fəaliyyətə başlamaq üçün mövcud vəziyyətini, yəni harda olduğunu, fəaliyyətin başlanğıc nöqtəsini aydınlaşdırır. Müəllim diaqnostik qiymətləndirmə yəni keçirdikdə bilir ki, bu uşağın səviyyəsi, bu sinifin səviyyəsi nədir? İşini, planını necə qurmalıdır və proqramını necə qurmalıdır? Proqram da əslində buna uyğun formalaşmalıdır. Hansı mövzuda zəifliyi varsa da proqramda o mövzuya 2 saat məsələn yer ayırmalıdır. Formativ qiymətləndirmə şagirdin hədəfə çatmasını təmin edir. Summativ qiymətləndirmə isə şagirdin tədris vahidi ərzində əldə etdiyi təlim nəticələrinin səviyyəsini ölçür. Deməli, təlim nəticəsinin səviyyəsini ölçən summativ oldu. Şagirdin hədəfə çatmasını təmin edən formativ oldu. Şagirdin harda olduğunu müəyyən edən diaqnostik oldu. Belə. Formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir. Bir də Vəfa müəllimə, diaqnostik qiymətləndirmə nəticələri sözlərlə ifadə olunmalıdır. Aha, sözlə ifadə olunmalıdır. Aha. Yəqin səhv etmirəm, siz mənə kömək eləyəsiniz o barədə. O sözlər qabağına yazılmalıdır. Hansı nədə çətinliyi var, nə inkişaf elətdirilməlidir, hansı mövzu üzərində qayıtmalıdır. Belə bir sözlərlə ifadə olunmalıdır, səhv etmirəmsə. Hər bir şagirdin qabağında rəy yazılmalıdır. Diaqnostikin nəticəsinin rəyi. Yəni qiymət yox, sözlərlə. Bəli. Formativdə də belədir. Bir dənə qiymət yazılan summativdir. Hə, konstruktiv rəyin özü, dərs prosesində konstruktiv rəyin özü belə formativ qiymətləndirmənin özüdür. Bəli. Çünki sən o konstruktiv rəydə şagirdin problemini və onun çıxış yolunu mütləq orada göstərməlisən. Konstruktiv olmalıdır. Yəni konstruktiv nə deməkdir bu? Yəni emosiyalara yönəlməməlidir. Konkret olaraq şagirdin birinci uğuru, onun çətinlik çəkdiyi sahə və onun çıxış yolu konkret orada ifadə olunmalıdır. Bir-iki cümlənin içində. Bəli. Formativ qiymətləndirmədə orada 4-5 qiymətləndirmə məqsədi daşımır formativ qiymətləndirmə. Orada da bu da siz dediyiniz kimi burada da fikirlər bildirilməlidir, rəylər verilməlidir. Bir də bir şey deyim. Rəy demişkən, bax, dərs dinləmədə də rəy verməlisiniz. Mavin olaraq, direktor olaraq. Əks əlaqə rəy vacibdir, mütləq. Bəli. Effektiv rəy deyilən bir şey var. Effektiv rəy deyəndə biraz hamıya çətin gəlir. Amma mən deyirəm ki, elə özüm başa düşdüyüm kimi deyirəm də. Deyirəm ki, effektiv rəydə çətin bir şey yoxdur. Effektiv rəy o deməkdir ki, əvvəlcə yaxşı halı deyin, əslində rəy verəndə belə eləmək lazımdır. Əgər siz şagirdin üzünə qarşı onu qiymətləndirirsinizsə də, qətiyyən demək olmaz ki, yox da burada səhv elədin. Əvvəlcə deməliyik, hə, bu hissə yaxşı idi. Bax, məsələn, müəllimlərə də bu cür rəy verin. Dedim, yadıma düşmüşkən deyim, bəlkə də demişəm. Dərs dinləmədə ən vacib məqamlardan müəllimlə direktor və yaxud da müəllimlə mavin arasında intriqanın yaranması, qarşıdurmanın yaranması, müəllimin əgər siz dediyiniz iradlarını qəbul eləməyini istəyirsinizsə də, əvvəlcə onun yaxşı tərəfini deyin, sonra o problemi deyin. Rəy dediniz, yadıma düşdü. Sonra biraz mövzudan kənar oldu.
Əslində bu dediklərimiz çətin görükə bilər. Çətin burada heç nə yoxdur valla. Sadəcə olaraq əlimiz ki öyrəşdi. Bax bu prosesə ki öyrəşdik. Ondan sonra bax mən sentyabrdan müəllimlərə fəaliyyət planı tutdurdum. Düzdür, hər bir müəllimə bunu eləyə bilməsəm də, mənə ən əsas maraqlı olan belə deyək də, fənlər, siniflər, nə mənada maraqlı deyirəm, sonda nəticəmizə təsir edən fənlər, siniflər, onlarla başladım. Çünki bildim ki, bunlar bu il, məsələn, 6-cı sinif müəllimdən başlayırımsa, bu sabah 7-ci sinif müəllimdə, 7-ci sinifdə də belə işləsin. Bunu 6-dan 4-dən öyrətməyə başladıq və 9-da. Mütləq şəkildə məktəbdə 4, 6, 9-cu siniflərin fən müəllimlərinin özünün fəaliyyət planı oldu. Fəaliyyət planı necə hazırladım? Hər bir səhifədə aya uyğun hər bir səhifədə cədvəl qurduq. Şagirdlərin adlı siyahısı ilə. Şagirdlərin adlı siyahısı ilə müəllimlərə bu formada hazırladıq. Dedik, gələcəkdə özünüz hazırlayasınız. Başdan təlim nəticələrini qoyduq. Yəni, bu ayın sonunda uşaq nəyi bilməlidir? Bunu müəllimlərin özündən aldıq bu fikri. Çünki rəhbər olaraq, direktor olaraq və yaxud da ki, müavin bunu bilmir axı. Dedik ki, 9 aydır qarşıda, 8 aydır da tam desək, tam 8 ay qarşımızda var bütöv aylar. Gedirsiniz, hər ayın sonuna baxırsınız ki, proqramınızda hansı mövzuda yekunlaşır. Ümumilikdə siz oradan hər ayın sonu üçün təlim nəticəsi çıxardırsınız. Bəlkə də belə bir şey yoxdur ki, ayın təlim nəticəsi. Amma biz özümüz üçün elədik də bunu. Yəni, sonda, bu ayın sonunda uşaq nəyi bilməlidir? Və ayın sonunda uşağın orada təhlilini aparırsınız. Hər birinin qarşısında adlı səhə ilə əllərindədir. Bax, bu mövzuları zaten başa yazdıq əvvəlcədən. Müəllim o mövzuları yazmağa ehtiyacı yox idi. Ümumiləşdirdik, yazdıq. Yenə deyirəm. Yazdıq. Və dedim ki, orada təlim nəticəsi çıxardanda mütləq baxın da, məsələn, elə olsun ki, konkret, necə deyim, çox istifadə olunan, çox qarşılaşdığımız ən vacib məqamlar, bax, uşaq üçün ən lazım olan məqamlar, bax, bu hissələri çıxardım. Və sonda, hər ayın sonunda müəllimin özünə monitoring demişdim ki, sizin hər ayın sonu siz eləyəcəksiniz. Müəllim hər ayın sonunda monitoring keçirdəndən sonra başlayırdı. Təhlilini aparmaq. Filan uşaq nəyi bilmədi, filan uşaq necə oldu. Bax, bu formada yazırdılar. Əlləri öyrəşdi, çox da rahat ilin sonuna qədər bundan istifadə elədilər, fəaliyyət planı. Bu çox yaxşıdır əslində. Yəni, nəyi demək istəyirəm? Yəni, istəsəz belə bir şeylər hazırlayıb, özünüz üçün nələrsə də istifadə edə bilərsiniz. Məsələn, bunun çap formasını elədik. Amma bir müəlliməmiz var idi, o özü əlindən işləmişdi, o da yaxşı idi da, bu formadaydı. Buna uyğun dedi ki, mən dəftərdə özüm işləyəcəm. Bax, belə. Effekt verdi yəni. Sonra, əgər müəllim hər summativ qiymətləndirmənin sonunda, indi formativ diaqnostik qoyuram bir kənara. Çünki formativ irəliləyişi izləyir, orada qiymət vermirsiniz də, konkret orada. Amma summativdə daha effektiv olur bu. Hər summativin sonunda uşağı təhlil elədikdən sonra oradan tələb edirdim ki, çıxartdınızmı o zəif bildikləri hissələri? Deyirlər, məsələn, bəli. Və yaxud deyirdi, yox, elə çıxartmaq üçün deyirdim ki, summativi qarşına tök, o mövzuları çıxart görək, hansı mövzuyu zəiflənəcək. Ondan sonra deyirdim ki, artıq sən bunların üzərində işləyəcəksən. Məsələn, 6-cı sinifdə fakultetivi olanlar fakultetinin tərkibində, dərnəyi olan dərnəyin tərkibində, nə bilim. Və yaxud da, məsələn, 4-cü sinif müəllimlərimiz dərsdən sonra saxlayırdı, 6-cı sinif müəllimlərimiz dərsdən sonra saxlayırdı, 9-lar həmçinin. Bax, o formada işlədik, çox da yaxşı nəticə aldı. Belə. Başqa qiymətləndirmədən nə deyim? Qiymətləndirmədən sonra bu yoldaş qiymətləndirilməsi, özünü qiymətləndirmə, daxilində belə dərsin daxilində xırda nüanslar var da, yoldaş, özünü qiymətləndirmə. Bunlardan da müəllim yeri gəldikcə də, hər dəfə olmasa belə, yeri gəldikcə istifadə eləməyi bacarmalıdır.
Bizdə bir müəllim Yoldaş qiymətləndirmə. Bəli. Bizdə müəllimə məsələn 3-cü sinif müəlliməsi idi. Regional metodist gəlmişdi, özünü dəvət eləmişdim əslində. Dedim gəl bir sinifləri hərlənək, baxaq görək nədir, siz nə deyirsiniz? Siz bizdən daha çox, yəni işin içərisindəsiz də. Bu yeni formada nələr var, nə yox. Baxaq. Nəsə hərləndik. Bax məsələn 3-cü müəllimə məsələn bu həm uşağın diqqətini dərsə cəlb edir, həm də uşaqların arasında bir-birinin qiymətləndirilməsi aparılır. Məsələn, müəllim sual verirdi, uşaq cavab verirdi. Deyirdi ki, uşaqlar, yoldaşınız necə cavab verdi və yaxud da deyirdi, uşaqlar necə cavab verdi, deyirdi. Bax, belə olanda zaten də şagirdlər arasında qiymətləndirmə təşkil olunurdu. Sonra da sual verirdi ki, uşaqlar, yoldaşınızın verdiyi cavaba nələr əlavə eləyərsiniz? Yəni, bu metoddan çox istifadə edirdi. Elə biri var, bir dəfə, bir də var dərs prosesində bax, bunu saxladı. Axıra kimi bu prosesi saxladı. Yəni, şagirdlər arasında uşaqları incitmədən, yəni, yenə deyirəm, orada elə eləmək lazımdır ki, uşaqları, necə deyim, o biri uşaqlar içərisində pis eləmədən də, həmin uşaqlar arasında... Hə, bəli. Yəni, yaxşı aparırdı da. İndi belə yadıma düşüb tam dəqiq deyə bilməsəm də sizə, baxırdın ki, müşahidə edəndə görürdün ki, yəni normaldır, qaydasındadır. Həm uşaqların arasında özünü qiymətləndirmə apardı, dərs boyu bu proses davam elədi. Həm də ki, uşağın elə bil onda diqqəti cəlb olunurdu ki, görüm yoldaşım nə deyəcək, müəllim mənə sual verəcək, yoldaşına əlavə elə və yaxud da ki, bax bu formada. Bir dənə də müəllimənin dərsində məsələn, yəni bu bir dəfə olan bir şey deyil də, mütəmadi müşahidə edirik ki, bunun üsulu budur, bunun da üsulu budur. Məsələn, bir müəlliməmizin də tutaq ki, balı 56 baldır, tutaq ki, yox, həqiqətən də balı çoxdur. Amma danışır, özü danışır, izah edir. Uşaqlar pasiv formada müəllimi izləyir. Bax, bu düzgün deyil. Əslində, müəllim sualı, bax, deyirik ki, müasir metodda sual-cavab. Sual-cavab bilirsizmi niyə deyirik? Çünki qoy uşaq aktivlik uşaqda olsun, uşağın fikri dərsdə olsun. İnanın ki, o dərsdə mən yoruldum, nəinki uşaq. Böyük mən o dərsdə yoruldum. Yəni, nəyi demək istəyirdim? Özünü qiymətləndirmədən dərs prosesində istifadə eləyin. Sonra yəqin ki, istifadə eləyirsiniz. Sonra çalışın ki, uşaqlar bir-birinə köməklik göstərsin. Bu çox yaxşı şeydir. Uşaq nəyisə də, məsələn də, tutaq ki, sinifdə 20 uşaq var, 3 dənə də yaxşı oxuyan uşağınız var, 3 nəfər şagirdiniz yaxşı oxuyur. O uşaqlara deyirsiniz ki, bax, qrupa bölmüşəm, bu qrupa sən nəzarət elə, bu qrupa sən, bu qrupa sən. Əslində, mentor-şagird məsələsi bu il ortaya çıxdı. Amma bizim bu prosesdə çoxdan istifadə edən müəllimlərimiz var idi. Bu, müəllimin işini yüngülləşdirir. Uşaqlarda qarşılıqlı öyrənmə olur, əməkdaşlıq təmin olunur. Bax, sual verərlər ki, uşaqlar arasında, şagirdlər arasında əməkdaşlığı necə təmin edirsiniz? Bu elə əməkdaşlığa bir nümunə idi. Şagirdlər arasında qiymətləndirmə necə təmin edirsiniz? Bu elə şagirdlər arasında qiymətləndirmə. Baxın, müəllimlər elə bilirlər ki, qrup təşkil eləyir və qruplar bir-birini qiymətləndirəndə bu olur şagirdlər arası qiymətləndirmə. Yalnız belə də eləmək olar. Xeyr, heç qrup ehtiyac yoxdur. Əgər İstəmirsiniz, qrup təşkil eləməyin. Bu, sizin özünüzün hüququnuzdur. Tədrisin metodunu, formasını, üsulunu seçmək müəllimin hüququdur. Mən o müəllimə irad bildirə bilmərəm ki, sən niyə qrupla təşkil eləməyibsən, sən yaxşı dərs keçmirsən. Mümkündür, belə şey ola bilməz. Eləyə bilmərəm. Bax belə, başqa nədən danışaq? Bax, qiymətləndirmə ilə bağlı mən başa düşürəm ki, pis olmadı. Amma gələn dəfə mən bunları sizə sual verəcəm. PDF-i düzdür, çoxdan da atmışdıq. Mən sizi sual-cavab eləməliydim, siz cavab verməliydiniz. Amma baxdım ki, oxumamısınız. Yox, başa düşürəm. İndi işin çoxluğundan çatdıra bilməyəndə adam olmayanda olmur. Yaxşı, təlim nəticəsi və qiymətləndirmə meyarı. Əslində, mənim yadımdan çıxmayıb bu. Ziyəddin müəllim, əslində demişdim ki, bununla bağlı siz bir-iki nüans qeyd eləyəsiniz və yaxud da açar söz kimi, vacib məqam kimi. Qiymətləndirmə meyarı nədir? Necə təşkil eləməliyik? Meyarları nəyə əsasən müəyyən etməliyik?
Bizə izah eləyə bilərsiniz, müəllim? Deməli, müəllim, hörmətli müəllimlər, qiymətləndirmə meyarıdır, təlim nəticəsidir. Yəni məqsəddir. Məqsəd indi biz bilirik ki, məqsədlə təlim nəticəsi eyni anlayışdır. Və dəfə müəllimlərə deyirəm ki, çalışın şagirdlərin içində təlim nəticəsi deməyin. Çox şagird bilmir təlim nəticəsi biraz çaşıb qalır aşağı sinif şagirdləri. Məqsəd deyin, bəs eləyir. Məqsəd yəni ən azından bilir zərfliyin məqsədə görə növü nədir, nə sərə tanışdır. Məqsəd sözü tanış gəlir buna. Və yaxud da ki, Ziyəddin müəllim, üzr istəyirəm, sözünüzü kəsirəm. Və yaxud da ki, deyirəm ki, ya məqsəd deyin, deyə bilərsiniz. Ya da deyin ki, uşaqlar, biz dərsin sonunda bunları bilməliyik. Bəli, bəli. Buyurun. İndi gələcəkdən bu il yox, gələn ildən tədris ilindən yəqin ki, artıq yayılacaq bu ətrafa bütün müəllimlərə nəyə nəzərdə tuturam? Alt standartın artıq özünün təlim nəticəsi kimi götürülməsi bir məqamı da var, amma ümumiyyətlə biz bilirik təlim nəticəsi çıxarılır alt standartdan. Alt standartda, standart deyək də, ümumiyyətlə alt deməyək, standartda ümumi formada verilmişik, biz onun içindən belə deyək, o zərrəcikləri, məqsədimizi özümüzdə müəyyənləşdiririk. Ya 2 dənə, yəni maksimum 2-3 dənə çox çıxartmaq da düzgün deyil. Onun əsasında da qiymətləndirmə meyarımızı çıxardırıq. Qiymətləndirmə meyarında çalışmaq lazımdır ki, belə deyək, söz birləşməsi, uzun-uzadı olmasın da. Götürüb elə təlim nəticəsini, məqsədi olduğu kimi də yox, biraz onun formasını da dəyişmək olar. Məzmununu yox, formasını da. Aha, sinifin səviyyəsinə uyğun olmaq üçün, şagirdlərin səviyyəsinə və ya öz mənimsəlməsi üçün. Bəli, o formada olmalıdır. Sonra mən nəyə deyəcəkdim? Bir məqam da var. Mən riyaziyyat dərslərində müşahidə edərkən nəyə görmüşəm? Riyaziyyat dərsinin digər Azərbaycan dili, tarix, ədəbiyyat dərslərindən müəllimlərində nəyə müşahidə eləmişəm? Riyaziyyat dərsində rahat bir belə deyək, məqam var. Fikir versəniz, riyaziyyat dərsində alt standartlarla mövzular eynidir. Aha. Ona görə heç bir riyaziyyat müəllimi, bilmirəm, o məqama fikir veribsiniz, yoxsa yox. Heç bir riyaziyyat müəllimi orada əziyyət çəkmir. Götürür olduğu kimi də onu yazır ora və ilk baxışda deyirsən, baxır, görürsən ki, həqiqətən də bu doğrudur. Doğrudur əslində də, elə bir səhv yoxdur. Yəni müəllimin bir növ işi orada rahatdır. Amma çox təəssüf yox deməzdim. Ədəbiyyat dərsində, ana dil dərsində bu belə deyil. Məsələn, ədəbiyyatdan bir standart deyim ki, hecab vəzinli şeirlərin, hecab vəzində yazılmış şeirin janrını müəyyənləşdirir. Bu ümumidir. Sən gərək onun içindən artıq məqsəd çıxardasan. Qoşmadır, gəralidir, təcniddir və s. janrını müəyyənləşdirir. Artıq onu sən onun içindən çıxardıb məqsədini müəyyənləşdirməlisən. Riyaziyyatda isə bu demək olar ki, eyni belə deyək, sözlərlə ifadə olunur. Yəni riyaziyyatda konkretdir deyə rahatdır, amma Azərbaycan dilində konkretliyi müəllim təyin eləməli, müəyyən eləməli. Tam doğru, razıyam. Bəli, bəli. Konkret bilməliyik ki, qoşmanı mı, yoxsa hansını, hansı şeir növünü? Bunu mən başqa fənlərdə də dərs dinləmədə müşahidə edirəm mən və deyirəm ki, təlim nəticəsinin konkret bilməliyik ki, burada hansı misal, və bir dəfə girdim ki, misal məsələni sərbəst həll edir. Deyirəm, ay müəllimə, hansı məsələni? Bugün sənin dərsində hansı məsələdirsə də o məsələni yaz da. Səhv bir deyirəm. Bəli. Yoxsa? O məsələni həll edir. O nə kimi qoyum ora? Təlim nəticəsi. Hansı məsələni? Hansı məsələni? Onu yazmayıb. Bəli, bəli. Orada axı biz dedik spesifik olmalıdır, konkret olmalıdır. O mat abreviaturası var orada. O tələblərə uyğun olmalıdır təlim məqsədimiz. Bəli. Sonra düzdür, indi
Müavinliklə bəlkə də birbaşa əlaqəsi yoxdur, elə deyim. Elə bəzi müəllimlərin dərsində baxırsan ki, anlama dərsi ilə tələffüz dərsini eyni məqamda reallaşdırır. Bu çox səhv bir anlayışdır. Olmaz. Mətni anlama ilə tələffüz eyni məqamda aparıla bilməz. Əgər biz mətnin anlamasına aid məqsəd qoymuşuqsa, mən müşahidə eləmişəm, şagird mətni oxuyur, məqsədi qoyub düzgün tələffüz qaydalarına əməl edir. Dayandırır, deyir, yaxşı, dayan, Natiq. De görün, burada Məmmədin meşədən qaçmağının səbəbi nə idi? Artıq bu anlama sualıdır bu. Çünki oxuyub anlamadı. Artıq anlama sual verirsən. Artıq şagirdin orada tələffüzdə etdiyi səhvləri müəllim yox, mətnin anlaması ilə bağlı suallar verir. Bu artıq təlim nəticəsindən çıxdı. Deməli, dərs prosesi... Təlim nəticəsi orada ümumiyyətlə reallaşmır orada. Necə dediniz? Deməli, müəllim nəyə baxmalı idi əslində? Tələffüzə? Bəli, məqsədi qoyub ki... Ay, sağ, düz deyirsiniz. Yəni, mətnin... Çox görürük. Anlama mətni ilə, anlama dərsi ilə tələffüz dərsi eyni məqamda reallaşdıra bilməz. Ay, sağ. Anlama dərsi ilə. Çünki konkret məqsəd qoymasan, ya anlama ilə bağlı məqsəd qoymalısın, ya da tələffüzlə bağlı. Sən bugün dərsin tələffüz yazan sözlərin düzgün tələffüz qaydasına əməl edir, qoy və şagird oxuduqca yaxınlaş ona və yaxud da axırda şagirdlərin özündən soruş. Ən yaxşı şagirdlərin özündən soruşmaq lazım ki, uşaqlar, burada hansı söz düzgün tələffüz eləməlidir? Hərəsi bir söz deyəcək və sonda bir qərara gələcəksiniz. Yoxsa tələffüzü qoyub dayandırırsan, uşaqlar, burada Natiq meşədən niyə qaçdı? Atası onu niyə, nə bilim, mağazaya yolladı? Bu tipli suallar olmaz. Sonra... Bir də Ziyəddin, qoy bir şey deyim. Bax, bunu inteqrasiya kimi deyə bilmərik ki, müəllim bir anlıq inteqrasiya elədi. Deyənmərik onu elə. Məsələn, müəllim bir dənə belə bir sual verdi də, çox sual vermədi. Oxub anlamaya çox sual vermədi. Yəni, necə deyim? Yəni, dərs öz cığırından çıxmadı da. Düzdür, tələffüzə daha çox yeri ayrıldı. Amma arada bir bunu inteqrasiya kimi götürmək olmazmı ki, müəllim bir dəfədə oxuyub anlamaya inteqrasiya elədi? Olmaz? Orada inteqrasiya da vardı, o şagirli üfüqü, məzmun xətləri arasında inteqrasiya var, səhv etmirəmsə. Var, hə. Standartlar arasında, sinif fən daxil. Bax, Ziyəddin müəllim, mənim fikrimcə, demirəm ki, 100% belə olmalıdır, amma siz tam bu işin, necə deyim, ixtisaslaşıbsınız da, bu üzrə sizə təlimlər keçirilib. Hətta bunu istəyirsiniz, mənim bilmirəm, yəni sual da verə bilərsiniz öz təlimçilərinizə, nə bilim. Yaxşı, yardım götürüm, mənə də düşündürücü oldu, həqiqətən çox sağ olun. Bax, məsələn, mən dərs dinləmədəyim. Müəllim... Sualınız aydındır. Hə? Hə, sualınız aydındır mənə, yazıram, buyurun, danışın. Hə, mən dərs dinləmədəyim. Əslində, təlim nəticəsində baxırıq ki, müəllim uşağın tələffüzünü, məsələn, təlim nəticəsi odur ki, uşaq sonunda tələffüz eləyə bilsin, sözləri düzgün. Amma müəllim dərs prosesi boyu ona köklənib. Amma arada məsələn, bir dəfə oxuyub anlamaya, bir sualını, oxuyub anlamaya inteqrasiya. Yəni, bu sual çox olmamaq şərtilə, onu demək istəyirəm ki, mən biri var, tamamilə cığırdan çıxa, tələffüz qala qıraqda, dərs qurula, oxuyub anlamanın üzərində. Bu heç, bu siz doğru dediniz, bu təlim nəticəsindən çıxdı. Biri də var ki, müəllim dərsi keçib, arada bir sual verir, oxuyub anlamaya inteqrasiya. Sonra sual verir, məsələn, bir dənə, iki dənə tutaq ki, başqa bir şeyə inteqrasiya, İngilizcə müəllimi kimi siz deyə bilərsiniz. Amma o xəttdən çıxmamaq şərtilə inteqrasiyalar edir. Bunu eləmək düzgün olarmı, yoxsa məzmun xəttinə xəyanət eləmiş olarıqmı? Belə deyim. Vəfa müəllimə, ola bilər bir haşiyə çıxım mən. Buyurun. Məsələn, riyaziyyat müəllimi olaraq mən bir söz deyim də sizə. Tutaq ki, təlim nəticəsi bizdə, məsələn, bayaq çevrə dediniz, çevrə mövzusudur. Mövzu sözü deyiləndə biz mövzu haqqında çevrə necə olur, nə bilim, uşaqlar onun haqqında həyata inteqrasiya eləyirlər, göstərirlər, yəni görürük və yaxud təsəvvür eləməklə deyirik. Amma məsələn, məsələ işlərində, tutaq ki, məsələ həllidir, mövzumuz məsələ həllidir, onda biz hökmən qaydalara inteqrasiya eləməliyik, hökmən.
Yəni ola bilər Yox, bəlkə də indi hansı bayaq dediyiniz qaydaya? kimi Məsələn, hansı qaydaya? Çevriyə aid olan məsələn qaydaya? uşaq dairə üzrə qaçır. Burada artıq biz sual veririk. Çevrənin uzunluğu hansı düsturla hesablanır? Məncə siz burada Çevrənin məzmun uzunluğu nə xəttindən deməkdir? çıxmırsınız. Məncə siz məzmun xəttindən çıxmırsınız. Zaten sizdə çevrərdir də. Başa düşdüm müəllimə. Amma mövzumuz məsələ həllidir. Məsələ həlli deyəndə o demək deyil ki, uşaq danışmasın. Elə yazsın. Yox. O uşaq onun izahatını da versin ki, onu nədən aldı, niyə getdi, nə tər elədi? Sözsüz. Amma Ziyəddin müəllim dediyiniz sizin nədir? Çevrə dərsini keçdiyiniz yerdə başqa bir mövzu deyil riyaziyyatdan. Mən tapa bilmirəm amma. Məsələn, bir dənə mövzu deyil, başqa bir ad deyil, mövzu adı deyil. Məsələn, tənlik olsun. Hə? Məsələn, tənlik olsun müəllim. Tənlik həll eləyən zaman biz başqa mövzulara da toxuna bilirik. Toplama məsələsi, toplamadır, vurmadır. Yəni riyaziyyatda həqiqətən inteqrasiya hökmən olur. Azərbaycan dilini bilmirəm o qədər. Orada necə olmalıdır? Orada üzr istəyirəm. Orada Vəfa müəllimin sözünü mən də indi sualı yazdım, götürdüm. Bunu mən 100% daha konkretləşdirəcəm aparıcı metodistdən. Mənim öz fikrim şəxsən budur ki, istər riyaziyyat dərsi olsun, ana dərsində olsun, o bir sualla, iki sualla əlaqələndirmə verirsə, məncə onu o inteqrasiya növü var. Deməli, sinif daxilində məzmun xətləri arasında, standartlar arasında inteqrasiya. Onun kimi götürmək olar. Amma mütəmadi olaraq müraciət edib üstünlüyü ona verərsə, artıq o məqsədə xəyanət etmiş kimi sayılır. Yox müəllim, məsələn, bizdə məsələ həllərində hökmən onlara müraciət olunmalıdır, hökmən. Mümkünatlı bir şeydir ki, məsələn, sizdə Azərbaycan dilində o dediyiniz kimi oxumaq və anlamaq sözü var. Oxumaq deyəndə uşaq sürətli oxumaq və yaxud orada tələffüz eləyəndə hərfləri yedimi, ya sətirdən sətrə keçəndə düz keçmədimi, bu sualları veririk. Düzdür, bütün dərsi ona həsr eləmək olar. Amma Vəfa müəllim dediyi kimi arada bir uşaq oxuduğunu yoxlamaq ki, görək diqqəti oradaydı mı? O uşaq atasından mı danışırdı, yaxud hər hansı bir hadisədən mi danışırdı? Onu yoxlamaq üçün məncə hökmən o anlama hissəsinə müraciət eləmək lazımdır. Sonra bir münasibət deyim, dinləyib anlama dərsi ilə oxu dərsi eyni məqamda aparıla bilməz. Aha. Bu nə deməkdir? Eyni məzmun xəttinə aiddir, maraqlısıdır. İkisi də eyni məzmun xəttinin kriteriyalarıdır. Amma eyni məqamda apara bilər. Bu nə deməkdir? Müəllim dinləyib anlama dərsi aparır. Deyir, uşaqlar, açın kitabı, mətni oxuyun, bugün dinləyib anlama dərsimizdir. Aha. İndi dinləyib anlama dərsidirmi? Hə. Xeyr, oxuyub anlama olur artıq. Oxuyub anlama olur, bəli. Bunu ya müəllim ucadan səslə oxumalıdır. Uşaqlar qulağınla dinləməlidir, yaxud da audio şəklində onu dinlətdirməlidir. Hə. Müəllim, çox üzr istəyirəm, amma indi artıq məsələn ibtidai siniflərdən götürürəm, səssiz oxuya daha çox üstünlük verilir. O oxuyub anlama. Səssiz oxu. O oxuyub anlama. Bəli, oxuyub anlama dərsində. Oxuyub anlamada, bəli, səssiz oxuya, yəni ucadan yox, yəni onun standartı fərqlidir. Texnikalar çoxdur. Sürətli oxudur, səssiz oxudur, müxtəlif o texnikaların müəllimin öz Vəfa müəllim demişkən, o metodu və üsulla seçməkdə sərbəstdir. Bir də Vəfa müəllimə bir dənə də qeyd etmək istəyirəm, çünki mənim özümün də başıma gələn bir nədir. Tutaq ki, məsələn, ibtidai sinifdə mövzumuz Azərbaycan dili dərsindən, yəni oxudan Qaraca Çobandır. Bizdə obrazın təhlilidir. Təlim nəticəmiz obrazın təhlilidir, obraza münasibətdir. Amma cəlb etməni də mütləq şəkildə biz təlim nəticəsinə uyğun qurmalıyıq. Məsələn, əvvəllər bu səhvləri yol verirdik. Məsələn, bu yeni nəyə qədər mən özüm də o səhvi yol vermişəm. Bəzən olur ki, mövzuya aid verirdik cəlb etməni. Amma artıq yenilənmiş bu kurikulumda biz təlim nəticəsinə uyğun verməliyik cəlb etməni. Bu şərtdir. Orada verilən mətn sadəcə bizə elə bil ki, bir nümunə kimi, hətta bizə həmin o dərslikdə verilən mətndən istifadə etməyə də bilərik. Çalışmalarda istifadə etməyə də bilərik. Bu sərbəstdir. Mənim öz ideyası ilə qura bilər dərsi. Mən dəfələrlə deyirəm ki, müəllimlər, bu Azərbaycan dili dərsində verilmiş Tağıyev mətni, mükafat mətni, əsl dost mətni, bunlar bizim əlimizin altında bir
vasitədir. Biz ondan axı o mətn yazılıb, qabağına da 7 dənə standart qoyub. Əsl dost qabağına 7 dənə. O demək deyil ki, 7-sini də bir dəstə yerləşdirəcəksən. Sən oradan seç götür, birini və yaxud da ikisini. Yəni elə ikisini elə yerləşdirsən qəhrəmansan. İkisini götür, ona uyğun sən reallaşdır. Mətni əzbərlətməyə nə mənası var? Tağıyev neçənci ildə and oldu? Tarix dərsi deyil ki bu. Sən mətni götür, oxuyub anlamı elə. Dinləyib anlamı elə. Dil qaydası üzrə hətta gedə bilərsən orada. Homonimlərin, sinonimlərin tapılması və s. məqsədini az sonra dəyişə bilər. Sonra bir Vəfa müəllim icazə versə bir şey də deyim sizə. Bax, illik planlaşdırma zamanı burada neçə müəllim var? Elə də sual verirəm. Vəfa müəllim, məndən başqa 2 müəllim. İllik planlaşdırma zamanı müəllimə lazım olan əsas 4 dənə sənəd hansıdır? Aha, maraqlı sualdır. Müavinlikdə bunu verə bilərlər. Mən elə biləm ki, biraz uyğun gəlir. Olar. Çünki o planlaşdırmaya zabit birbaşa cavabdehdir. Maraqlı sualdır. Müəllim illik planlaşdırmasını apararkən 4 məqama diqqət etməlidir və yaxud da 4 sənəddə baxmalıdır. Belə bir şeydir. Onun qərarlanmalıdır 4 sənəddən. O 4 sənəd hansı sənəddir? Biri yəqin ki, müəllimin proqramı olar. Proqram elə illik proqramdır. Planlaşdırma onu deyir də. Məncə bir də sadəcə təxmin eləyirəm. Deyirəm ki, həmin sinifdə hansı fənni tədris edirsə, o fənnin məzmun xətləri, standartları ona vacibdir. Mövzuya uyğun o standartları, məzmun xətləri düzgün yerləşdirsin. O nə adlanır? Adını bilmirəm. Yalan deyir. Aha, buyurun fikirlərinizi alım, deyəcəm hamısı. 4-ünü də deyəcəm. Məsələn, metodik vəsaitdə də bir də bizə əlavə olaraq da göndərilmişdi. Yəni öz metodistimiz göndərmişdi hər ixtisasın, hər fənni məzmun standartlar. Necə müəllim? Biri metodik vəsaitdir, tam doğru. İkinci fən kurikulumudur, fən kurikulumu. Üçüncü dərslikdir, dördüncü tədris vahidi. Vəfa müəllimi çox işləyir ondan bilər. O nazir təsdiqləyir məşğələ saatlarına verilən dərslərin saatların bölgüsü. Saatın miqdarı, tədris planı. Tədris planı. Planla və s. Tədris planı. Bu 4 sənəd bizim əlimizdən malzəmə kimi istifadə olunmalıdır və biz illik planlaşdırma tərtib edərkən, mövzuları seçərkən biz nəyə baxmalıyıq? O bəziləri ucdan tutma götürür, yazır, sonra da deyir şagirdin nail olmalıdır ilin sonunda. Dərsliyə. Birinci dərsliyə yəqin ki. Xeyr. Biz planlaşdırmamızı illiyi mütləq seçərkən hər sinifin, fən kurikulumunda sinifin sonu üçün təlim nəticələri var. Təlim nəticəsini, aha. Təlim nəticəsi var. Bir də sinifin sonu üçün təlim nəticəsi var. Biz o sinifin təlim nəticəsinə baxmalıyıq ki, çünki bu sinifin, 6-cı sinifin belə deyək, qutaracağında şagirdin əldə edəcək bil və bacarıqlar bunlardır. Onları reallaşdırmaya xidmət eləyəcək bu bizim proqramımız. Müəllim, onu mən göndərmişdim elə bil ki, hə? Yoxsa siz bir dənə o vəsaiti göndərərdiniz də? O hansı vəsaiti? Kurikulumun içindədir də, düzdürmü? Sinif üzrə təlim nəticəsi. Bəli. Yenilənmiş kurikulum. Onu mən elə göndərdim də, qrupa göndərdim. Görən o vəsaitlədirmi? Düzmü bildim? Ziyəddin müəllim, siz o sinifin təlim nəticəsi göstərilən sənədi yenidən atın görüm. O hər fənnin müəllimə, hər fənnin kurikulumunda metodik vəsaitin əvvəlində verilir. İndi bir məsələ var ki, metodik vəsaitlər çıxmır artıq. Müəllim, zəhmət olmasa bir də adlarını sadalayardıq. Metodik vəsait, dərslik, fən kurikulum. Dərslik, tədris planı da Vəfa müəllimə. Bəli, saatların miqdarı, yəni hansı fəndə neçə saat ayrılır? Aha, bəli. Tədris planı, bir də fən kurikulumu. Aha, oldu, düz qeyd eləmişəm. Çox sağ olun. Buyurun. Sonra illik planlaşdırmanın 80% nə əhatə edir, 20% nə əhatə edir?
İllik format. 80% Hə. məzmunu əhatə eləyir. 20% bilik və bacarıqları. Necə? İllik planlaşdırmanın mövzuları 80% məzmunu əhatə eləməlidir. Hə. 20% bilik və bacarıqları. O məzmunu bildik, mövzuyu da belə deyək, eləmi? Bəli, bəli. Bəs illik planlaşdırmada fəaliyyət və bacarıqlar dedikdə nəyi nəzərdə tutursunuz? Orada nəyi yazaq ki, proqramda? Mənimsədiləcək, o mövzular nəyə mənimsədiləcək? O bilik və bacarıqlar. Bilik və bacarığı necə yazaq proqramda ki, o şagirdin həm də bilik və ola bilərmi ki, summativ ola bilərmi ay müəllim bu? Bəli, bəli. Yoxsa? Yox, necə deyim, yazdığımız məzmununda 20% bilik və öyrədiləcək şeylər var. Amma 20% onu əhatə eləyir. Onu dedilər, izah elədilər. Onu mən tam bilmədim. Soruşdum, izah elədi. O qədər uzun cümlələrini ifadə elədi. Bax, o da pisdir də. İzah eləyən qısa konkret, necə deyim, iş prosesimizlə əlaqəli izah eləməsə başa düşmək olmur ki. Müəllim, bir də əndə zəhmət olmasa sualı bir də Təbii ki, illik planlaşdırma 80% məzmuna xidmət eləməlidir. 20% bilik və bacarıqlara xidmət eləməlidir. Mövzu adları olaraq. Belə bir şey demişdi, səhv etmirəmsə. Bilik və bacarıq. Məsələn, mən müəlliməm. İllik planlaşdırma. Orada 20%, 80% necə eləyim? Ay müəllim, bəlkə məsələn biz dərsin sonunda da bəzən refleksiya aparanda sual veririk də, biz bugünkü mövzu dərsimizdə, dərsin sonunda hansı bacarıqları yiyələndik? Məsələn, obrazı təhlil etmə bacarığı, bunlar da yəni nəzərdə tutularmı? Bilmirəm. Nə bilim, və yaxud mətni tərkib hissələrinə ayırmaq, hissələr arasında keçid cümlələri müəyyən etmək, nə bilim, bunlar olarmı yoxsa? Ziyadə müəllim, onu araşdırarsınız, bizə də deyərsiniz. Araşdıracağım. Mənə də mövzu var, dəyək yazılıb bura. Ədəbi və ana dilinə fizikadan məzmunu öyrətməyə xidmət eləyir, məzmunu. Aha, bu elə bil nəzəri hissəni öyrətdi. Bəlkə laboratoriyada bəlkə fəaliyyət məsələn Bəlkə kimya, fizika dərslərində olan. Yəni onu bilirəm ki, bu iki tərkib hissədən ibarətdir. Müəllim, o iki tərkib hissə həqiqətən müəllimlərin də dediyi kimi fizika ilə kimyaya uyğun ola bilər. Çünki orada bir hissə məzmunda, bir hissə laboratoriya işləri var da, bacarıq, qabiliyyət. Biologiyada da məsələn var mikroskopla uşaqlar ki, yəni məsələn Azərbaycan dilində nə qabiliyyət olsun və yaxud riyaziyyatda nə qabiliyyət olsun? Yox, var, müəllim, var. Yox, bütün fənlərin həmində bilik, bacarıq, qabiliyyətlər var. Ədəbiyyatın özündə. Yəni o mənada demirəm, o 80%-in 20%-ə yox. Məsələn, riyaziyyatda 80-in 20-yə ola bilməz. Çünki məzmun əslində bacarıq daha çox olmalıdır, nəinki məzmun. Hə, yəni riyaziyyatda bacarığı formalaşdırmalısınız daha çox, nəinki məzmun. Bir də ikinci yarım ildə müəllimlər, siz illik planlaşdırmada dəyişiklik eləyə bilərsiniz, yoxsa yox? Və hansı halda? Xahiş edirəm bu suala görüm kim cavab verə bilər. Vəfa müəllim xaric. Yəni illik planlar sentyabrda 1-də avqustdan 26-sına gəlib yazıbsan, təsdiqlənib. Mən Ziyadə müəllim gəlib deyirəm ki, hörmət edir, mən fevralın 1-i qaydında mən planlaşdırmada dəyişiklik eləmişəm. Dedi ki, yox, nə danışsan, elə şey mi olar? Hara gedib çıxıbsan? Olar. Məncə müəllim olar. Çünki bizə də o qeyd edildi, yəni metodistin iclaslarında, təlimlərində deyək də, qeyd olundu ki, yəni biz orada dəyişiklik eləyə bilərik. Məsələn, hər hansı bir mövzunu mən öncədən gözləyə bilmirəm ki, uşaqlar onu tam mənimsəməyəcək. Görürəm artıq orada zəiflik var. Mən orada yenə digər mövzulara nəzər salaraq o mövzuyu təkrar yer ayırmaq üçün dəyişiklik eləyə bilərəm. Bax, sözümə gətirirəm, Vəfa müəllimə gətirdi o summativlərin təhlili məsələsinə. O bizə, bəli. Bəli, biz də təhlil edirik, təhlil vərəqləri, orta balları təhlil edirik. Sənətlərdən bilir ki, müəllim onu sərbəst orada. Özə rəsmi də sənət deyil.
Əvvəllə məsələn nöqtə qoymağa, əlavə qaralama eləməyə icazə verilmirdi. Bu deyilir ki, yəni icazə verilir, sərbəstsiz. Planlaşma sizin şəxsi Bəli, bəli. sənədinizdir. Üzrlü sayın Vəfa müəllimə, sizi monotonluğunuzu pozdum, üzrlü sayın. Özüm Yox. öyrənmək məqsəd Xoş Özüm- idi, bu xoş idi, çox xoş oldu. Yəni təşəkkür edirəm. inşallah ki, bütün dərslərimiz bu formada olar. Yəni mən belə xoşuma gəlir. Müəllimlər sual versin, yoldaşlarından qarşı Əlbəttə, əməkdaş qarşılıqlı şərəflə öyrənmək daha yaxşıdır. Müəllim, o zəhmət olmasa sualın cavabını öyrənsəz, qrupa səslə də olsa atarsınız da bu 20-80% çox Mütləq, maraqlı mütləq. gəlir. Mütləq narahat olmayın. Burada Riyaziyyat müəllimi var. bəli. Bəli, mən riyaziyyat müəllimiyəm. Aha, Riyaziyyat müəllimi. Müasir riyaziyyat dərsi necə olmalıdır? Müasir riyaziyyat dərsi. Hə, bax elə bir Lütfən- müsahibə sualıdır bax. Bunların hamısı, Hə, vallah müəllim. hamısı Əsasən də ixtisasıma uyğun belə versələr donub qalaram. Müasir riyaziyyat dərsi əslində Necə keçirsiniz? Yəni öz izahlarınız, təhlilləriniz yer verirsiniz, yoxsa 4 dənə şagirdi, 3 dənə şagirdi çıxardınız lövhəyə, lövhəni 4 yerə bölürsünüz, uşaqlar da qəşəng işləyir. yox müəllim. Əsasən əgər təzə mövzuya yenidən başlamışamsa, yeni mövzunu izaha başlayıramsa, o Evet. mövzu haqqında tapmaca kimi sual verirəm. Məsələn, silindirdən danışanda deyirəm ki, onun haqqındakı məsələn həyatınızda nəyə oxşadırsınız bu fiquru? Bax buna nə deyərsiniz? Bax bu dərsin nə mərhələsidir müəllim? Cəlb etmə. Uşaqları həmin mövzuya maraq oyadıram, Cəlb etmə cəlb mərhələsi. eləyirəm. Mhm. Bax belə. Düz deyirlər də Ziyadə müəllim. Bəli, cəlb etmədir də, amma cəlb etmək Bəli, girişmə. maraq oyatma, cəlb etmə. Hə. Sonra həyata inteqrasiya eləyirəm artıq. Yəni müasir mütləq formada onu mütləq eləməli. olmalıdır. Aha. O siz dediyiniz 4 uşağı lövhəyə çıxardım. İndi bir məsəl üçün təlim mövzusunda hə çıxardım, amma silindirdə necə çıxardım? Hər birinin asob izahı olur. Məsəl üçün Yox, onu aha. 4 çıxarda bilmərəm axı uşağı nətər çıxardım? Elə bir dərs ola bilər ki, azad bir mövzudur. Siz 4 çıxardırsınız, lövhəni 4 yerə bölürsünüz, kitabı götürüb deyirsiniz uşaqlar, sən birinci tapşırıq, sən də 2, 3, 4. Hə, olur müəllim, olur. Riyaziyyatda çox olur elə. Hə. Bəs yerdəki şərtlər nə işlə məşğul olur? Onlar onlardan qabaq işləyir. Əgər yaxşı oxuyanlar varsa ondan qabaq işləyir. Özü də hər lövhəyə çıxan şagird kim tez qurtardı əlini qaldırır. O öz yazdığını, izahını verir uşağa. Aha. Yaxşı. Sonra o əyləşir, digəri sonra Aha. davam edir. Bax belə. Çox maraqlı. Çox sağ Yəni şagirdlər aparır sanki dərsi. Lövhədə şagirdlərdən 3-ü yazdı. Dediniz ki, əyləşin. Biri yaza bilmədi. Necə O zaman belə şagirdlərə deyirəm kim yoldaşına köməklik eləyər? Yəni yoldaşlıq, burada əməkdaşlıq mütləq olmalıdır. yoldaş da kömək eləyə bilmədi. Şagirdlər Artıq mümkün deyilsə, onda mən özüm edərəm. Yəni eləyirəm. Çünki başqa kim gəlib eləməlidir onu? Bildim. Birbaşa yəni sualın cavabını götürüb yazırsınız sonra lövhəyə ki, belə olmalıdır. Əlbəttə ki. Bəs başqa nə yolu var? Əgər Yox. digər şagirdlər də başa düşmədisə, artıq onu izah etmək mənim boynumun borcudur. Bu isə. Bəs o yazıb əyləşən şagirdlərə siz heç nə demədiniz? Yox, əvvəlcə onlardan soruşuram. Bunu Yox. bilirsinizmi? Bu misalı həll edə bilərsinizmi? Yox, rəydən verməliydiniz, rəy. Nətəri? Onlara konstitutiv rəy verilməlidir. Hər iki halda. Həm o zəif yazana, həm bu birisinə. Konstitutiv rəy verilməlidir. Çünki şahid fəaliyyət icra edib. Fəaliyyətlə məşğul olub. O fəaliyyətin nəticəsində ona bir konstitutiv rəy verilməli idi. Mən bilirsiniz nətəridir? Bizdə riyaziyyatda, məsələn, mən dedim ki, elə misallar var ki, orada variantlar çoxdur. Məsələn, A variantı, B variantı, C, bunlar çox asan olur. Artıq D-yə gələndə D biraz qəliz olur. Sanki, məsəl üçün, mötərizə və mötərizənin xaricində bir hər hansı natural ədədə və yaxud tam ədədə vurma olur.
onun açılması və ya və s. O 3 nəfər bayaq dediyim şagirddə elə bir şey yox idisə, onlar rahatçılıqla izah da elədilər, həll də elədilər. Amma ola bilər o üçündən biri və ya elə hətta üçü də o misalı izah eləyə bilməsin. Artıq burada buna lap da elə belə yüksək rəy də vermək olmaz. Çünki yəni belə deyək də, sanki bu şagird o 3-cü səviyyəyə uyğun, yəni köməkliklə, belə deyim də, müəllimin köməyi ilə bu uşaq həll eləyə bilər. Yox, müəllim kömək ilə söhbətini unudum. Bəs onda necə həll eləsin uşaq onu? Yox, rəy formasında deyirəm. Kömək, orada scaffolding-ni demirəm, orada olmalıdır dərs prosesində. Yəni, rəy verəndə demirsiniz, müəllimin kömək ilə, vaxtda formativ yazanda demirsiniz, müəllimin kömək ilə bacarır. Konstitusiya rəy odur ki, yəni, birinci şagirdin 3 hissədən ibarətdir. Çətinlik çəkdiyi uğuru, üzr istəyirəm, uğuru, birinci uğurunu deyirsən. Sən bu tənliyi müəyyən, indi mən